Herkese salam, kanalıma hoş gelmişsiniz. Videomuza geçmeden önce kanalımıza abone olup videonu beğenip Magazin Dünyası kanalımıza destek için şərh yazmağı unutmayın. Müğənni Rəqsanə İsmailova sosyal medya hesabında yepyeni video ve fotolar paylaşıb. O bugün prezidentin sərəncamıyla azadlığa çıxan qadınları təbrik edib və Rəqsanə İsmailova həmçinin kiçik qızı Mehrimanın da diyetoloqla bağlı yaşanan problemlərinə aydınlıq gətirib. O qeyd edib ki, qızı üçün yaxşı diyetoloq axtarır. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sabahınız xeyir olsun məmədlərim, necəsiniz? Hər zaman yaxşı olasınız. Bu günlərim çox gözəl bir xəbər oldu. Ölkə rəhbərimiz amnistiya imzalayıb və nə qədər insanlar həbsdən azad olubdu. Allah ölkə rəhbərimizə can sağlığı versin və bugün azadlığına qovuşan hər bir vətəndaşımızı təbrik eləyirəm, bağrıma basıram. Nə gözəl, necə deyim, nə gözəl gündür. Yəni inanınız ki, sevincimin həddi hüdudu yoxdur. Xüsusən də qadınlar, bu günlərim bir çox qadınlar azadlığa çıxıblar. Allah ölkə rəhbərimizə can sağlığı versin, Mehriban xanıma can sağlığı versin. Çox sağ olsunlar. Allah onları bizim millətin, xalqın üzərindən əksik eləməsin. Elə bilin ki, o həbsdən azad olan insanların yanında, necə deyim, onların sevincini mən 2 qat yaşayıram və sevinirəm. Və qapı arxasında qalanlar var, bilirəm ki, onlara da bugünkü gündən arzu edirəm. İnşallah, inşallah. Salam əleykum. Bir daha, necəsiniz, yaxşı olasınız. Mən məzlərim uşaq diyetoloqu axtarıram. Qızım Mehriman üçün. Mən çox xahiş edirəm, yaxşı bildiyiniz diyetoloqlar və diyetoloqlarımızın özləri məni izləyirsinizsə, eşidirsinizsə, zəhmət olmasa mənə əlaqə nömrələrinizi qoyasınız. Həm Mehrimaşqa üçün, həm özüm üçün. Amma yaxşı, mənim yeməklərim çox yağlıdır. Uşağım çox kökəlibdir, biraz onu arxalatmaq istəyirəm. Və bir daha azadlığa çıxan bütün xanımları təbrik edirəm. Sabahlarım isə sizdə doyuğa pişirəcəm. Gözünüz mənim səhifəmdə olsun. Və çox qəşəng yenə klipimiz gəlir. Bir klipimiz də yayımlanıbdır. Yəqin görmüsünüz. Elə darıxmışam ki, sevgilim, o sən gedən gündən olmur adam məndən, nə gizlədim səndən, elə darıxmışam ki, elə darıxmışam ki, sevgilim. Darıxmayın, sevin, kliplərimizi də izləyin. O sən gedən gündən olmur adam məndən, nə gizlədim səndən, elə darıxmışam ki, elə darıxmışam ki, sevgilim. Darıxmayın, sevin, sevilin. Həmişə bir yerdə olun və gözəl bir mahnım gəlir. Bəh, 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 bəh. İzləyəcəksiniz, oynaq mahnıdır. Toyların yaraşığı olacaq, mahnı. Öpürəm sizi. Həmişə sevin, sevilin, klipimizi də izləyin.